Salam, hər vaxtınız xeyir olsun. Mən Sərvər Rəşidov. Videomuzda trigonometrik funksiyalar üçün toplama teoremi ilə davam edirik. İki bucağın cəmi və fərqinin trigonometrik funksiyaları. Videoya başlamazdan əvvəl məlumat verim ki, sualların həllinə başlamazdan əvvəl bu düsturların isbatını verəcəm. Sinüs alfa plus beta, sinüs alfa kosinüs beta topla kosinüs alfa sinüs beta. Çıxma da eyni qayda iləndir. Sinüs alfa kosinüs beta, çıx kosinüs alfa sinüs beta. Bunu belə deyə bilərikmi? Sinüsün cəmində düsturun açılışında adlar müxtəlif olur. Sin-kos, kos-sin. Fərqində də eyni qayda ilə sin-kos, kos-sin. İşarə isə eyni olur. Yəni sinüsün cəmidirsə, ortada da cəm işarəsi olur. Sinusların fərqidirsə, daha doğrusu sinus alfa çıx betadırsa, ortada çıxma olur. Kosinüs alfa plus beta, kosinüs alfa kosinüs beta, çıx sinüs alfa sinüs beta. Kosinüs alfa çıx beta da eyni qayda ilə kosinüs alfa kosinüs beta topla sinüs alfa sinüs beta. Deməli, burada nə oldu? Kos, kos, sin, sin. Adlar eyni olur, amma işarə müxtəlif olur. Alfa plus betadırsa, çıxma ilə başlayır. Alfa çıx betadırsa, toplama ilə başlayır. Təkrar üstündən keçək. Deməli, sinüs alfa plus betada sin kos kosin olur açılış. Açılış sin kos kosin isə deməli bu sinüsün düsturudur. Çıxmada da eyni qayda ilə sin kos kosin açılışını gördünüz. Deməli bu sinüsün düsturudur. Toplama ilə açılır, çıxma ilə açılır. Açılışda kos kos sin sin görsəniz, deməli bu kosinüsün düsturudur. Çıxmada da eyni qayda ilə açılışda kos kos sin sin görsəniz, deməli bu kosinüsün düsturudur. Toplama çıxma ilə açılır. Çıxma toplama ilə açılır. İşarələr yəni əksdir. Tangens alfa plus beta, tangens alfa topla tangens beta bölünsün. 1 çıx tangens alfa tangens beta. Çıxmada tangens alfa çıx tangens beta bölünsün. 1 topla tangens alfa tangens beta. Bu düsturları çox təəssüf ki, əzbərdən bilmemiz lazım. Təkrar deyirəm, isbatını verəcəm. Mürəkkəbli isbatı. Kotangens alfa plus beta, kotangens alfa kotangens beta minus 1 bölünsün kotangens alfa topla kotangens beta. Məxrəcdə toplanan yerin dəyişəndə cəm dəyişmir. Amma ona görə yazmışam ki, uyğunluğu yadda saxlayasınız. Kotangens alfa çıx beta da məxrəcdə kotangens beta çıx kotangens alfadır. Burada kotangens alfa plus beta da beta plus alfa kimi yadda saxlayasınız deyə. Alfa çıx beta da beta çıx alfa kimi yadda saxlayasınız deyə. Bu da kotangensin düsturudur. Belə. Bu yəqin ki, artıq sizə silirəm ki, bunlar lazım deyil. Yəqin ki, sinüs 15 dərəcə, kosinüs 75 dərəcəyə bərabərdir. Çevirmə düsturlarından bilirik. Kosinüs 15 də sinüs 75 dərəcəyə bərabərdir. Yaxşı olar ki, cədvəldəki bu qiymətləri əzbərləyəsiniz. İzahını vermək istəyərəm. Tutaq ki, sinüs 15 dərəcəni versəm kifayətdir. Sinüs 15 dərəcəni yazarıqmı? Sinüs 45 çıx 30 kimi. Məqsəd bu düsturun isbatını verməkdir. Hamısı da eyni məntiqdən isbat olunacaqdır. 45 çıx 30 ilə 15 eləyirmi? 45 çıx 30-a sinüs alfa çıx betanı tətbiq eləyək. Sinüs alfa kosinüs beta çıx kosinüs alfa sinüs beta. Yəni, sinüs 45 kosinüs 30 çıx kosinüs 45 sinüs 30. Sinüs 45 kosinüs 30-un qiymətini cədvəldən yerinə qoyuram. Kök 2 bölü 2 vur kök 3 bölü 2. Kök 2 bölü 2 vur 2-də 1. Sürətə məxrəcə vurulanda kök 6 bölü 2 çıx kök 2 bölü 2. Məxrəcə eyni olduğuna görə kökdə 6 çox kökdə 2 böl. Bu üzr istəyirəm. Burada məxrəcə bir-birinə vuranda 2 yazmışam. Məxrəcə bir-birinə vuranda 4 eləyir, eləmi? Bu 2 bu 2-yə vurulanda, bu 2 bu 2-yə vurulanda 4 eləyir. Kökdə 6 çox kökdə 2 bölünsün 4 alındı. 75 denizi yazarıq, 45 topla 30 kimi yazarıq, toplama düsturunu tətbiq eləyərik. Yəni, hamısı da eyni məntiqləndir. Bunları əzbərləməyiniz sizə vaxt qazandırar, sürət qazandırar imtahanda. İndi keçməliyəm sualların həllinə. Sualların həllinə keçməzdən əvvəl demişdim ki, bu düsturların isbatını verə bilərik. Bunu buradan kəsirəm. Tutaq ki, bura atdıq.
Bir çox isbatı var. Həm də isbatı biraz daha çətindir. Nisbətən asan olan Euler düsturu ilə isbatdır. Deməli, Euler düsturu. Euler kişi bunu 1743-cü ildə kəşf edibdir. Düstur belədir. Y üstündə i(x) bərabərdir kosinüs x plus i sinüs x. Bu oldu Euler düsturu. Biz elə bu düsturlarla, bu yolla hər iki düstur isbatını verə biləcəyik. Bəli. Tamam, bu zaman Euler düsturuna əsasən yaza bilərikmi? Y üstündə i vurulsun alfa plus beta nəyə bərabərdir? Kosinüs alfa plus beta topla i vurulsun. I burada xəyali vahiddir də, kompleks ədədlər keçənlər bilər. Sinüs alfa plus beta. Necə ki, x olanda kosinüs x, i sinüs x olmurdu mu? Alfa plus beta olanda da kosinüs alfa plus beta, i sinüs alfa plus beta olacaqdır. Buna bir nömrəli düstur kimi yadda saxlayaq. Yenə Euler düsturuna əsasən y üstündə i alfanı yaza bilərikmi? Kosinüs alfa topla i sinüs alfa. Y üstündə i betanı yaza bilərikmi? Kosinüs beta topla i sinüs beta. Bu i'ləri qarışdırmamaq üçün istəyirəm ki, bu sinüsləri belə öylə yazım. İndi bunu əldə eləmək üçün bu düsturları bir-birinə vururam. Yəni, y üstündə i alfa vur y üstündə i beta bərabərdir. Onların bərabərliklərini də vururam. Kosinüs alfa topla i sinüs alfa vurulsun. Kosinüs beta üstə gələk i sinüs beta. Burada biraz daha uzanacaq deyə davamını buradan yazıram. Y üstü i alfanı y üstü i beta'ya vuranda y üstündə i alfa topla i beta, yəni qüvvətlər toplanacaqmı? Bunları isə vurub açıram. Bərabərliyin sağ tərəfini vurub açıram. Kosinüs alfa kosinüs beta topla kosinüs alfa deməli bura vuruldu. Vurulacaq bura. Olacaq i kosinüs alfa sinüs beta. Kosinüs alfa sinüs beta. Vurma işarəsində. Sonra i sinüs alfa vurulacaq bura. Olacaq i vurulsun sinüs alfa kosinüs beta. Sonra i vurulacaq bura. i'yə vurulanda i kvadratı sinüs alfa sinüs beta. Kompleks ədədlər keçənlər yəqin ki, bilər ki, i kvadratı mənfi 1-dir. Kvadratı mənfi 1-ə bərabər olan xəyali vahid i-dir. İmaciyə yazılır. Xəyali vahid xəyali deməkdir. Kvadratı mənfi 1 qəbul edilir. Y üstündə i alfa topla i betanı necə yazarıq? Y üstündə i vurulsun. Y üstündə alfa plus beta, yəni i ortaq vuruq çıxdı. Bu i kvadratının yerinə mənfi 1 yazanda mənfi sinüs alfa sinüs beta olacaq. Bunu gətirib yazacağım kosinüs alfa plus betanın yanında. Deməli, kosinüs alfa vur kosinüs beta. Bu axırıncı bərabərliyi yazıram. Çıxaq. Sinüs alfa vur sinüs beta. Bu ikisindən i'ni ortaq vuruq çıxarsaq i, birinci bunu yazıram. Sinüs alfa kosinüs beta topla kosinüs alfa sinüs beta. Kiməsə maraqlı olarsa bu videoya burasına baxa bilər. Maraqlı deyilsə birbaşa videonu qabağa alıb sualların həllinə baxa bilərsiniz. Bilirəm, biraz mürəkkəbdir. İndi bu bir nömrəli bərabərlik adlandırılmışdır, xatırlayırsınızsa. Gətirib bunu yerinə qoysam, yəni y üstündə i alfa plus beta nəyə bərabərdir? Bu ifadəyə bərabər. Gətirib onu yerinə qoysam 1 olacaqdır.
kosinus alfa plus beta üstə gələk i vurulsun sinus alfa plus beta bərabərdir. Sağ tərəfi olduğu kimi köçürdürəm. Kosinus alfa kosinus beta çıx sinus alfa sinus beta üstə gələk i vurulsun sinus alfa kosinus beta üstə gələk kosinus alfa sinus beta. Və nəhayət son gedişimiz qaldı. A plus BI kompleks ədədi C plus DI kompleks ədədinə bərabərdirsə, həqiqi hissəyə bərabərdir. İ'nin əmsalı, yəni xəyali hissənin əmsalı, xəyali hissənin əmsalına bərabərdir. İki kompleks ədəd bir-birinə bərabərdirsə, həqiqi hissəyə bərabərdir, xəyali hissəyə bərabərdir. Bu bərabərliyin sol tərəfindəki həqiqi hissə, yəni yanında i olmayan bərabərdir həqiqi hissə yanında i olmayanlara. Xəyali hissənin əmsalı sinus alfa plus beta bərabərdir yanında i olanlar xəyali hissənin əmsalına. Yəni aldıq ki, bu qırmızı hissələr kosinus alfa plus beta bu bərabərliyin doğru olması üçün qırmızı hissəyə bərabər olmalıdır. Kosinus alfa kosinus beta çıx sinus alfa sinus beta. Bu hansı düstur nisbat oldu? Bu düstur nisbat oldu. Sonra yanında i olanlar sinus alfa plus beta bərabərdir. Yanında i olan yaşıl hissəni rəhləmişəm. Sinus alfa kosinus beta üstə gələk kosinus alfa sinus beta. Bu da oldu sinus alfa plus beta'nın açılışı. Çıxmada eyni qayda ilədir. Yəni i beta'nın yerinə mənfi i beta yazacaqsınız. Yəni beta'nın yerinə mənfi beta yazacaqsınız, ispat olunacaqdır. Bu formadadır. İndi biz hansı düstur nisbatı qaldı? Bunu versəm yəqin digərlərdə eyni mənfilə ispat olunacaqdır. Sonuncu isbatımızı veririk. Deməli, şagirdlər yerimiz boldur, onsuz da buradan qoyaq yazaq. Yəqin ki, bunda bir neçə isbatı var. Elə ən sadə üsul, ağla gələn üsul. Tangens alfa hər zaman nəyə nisbətidir? Sinus alfanın kosinus alfaya nisbətidir. O zaman tangens alfa plus beta'nı o məntiqlə açıram. Sinus alfa plus beta kosinus alfa plus beta. Sinus alfa plus beta necə açılır? Bayaqki düstur sinus alfa kosinus beta üstə gələk kosinus alfa sinus beta. Sin kos kosin. Məxrəcdə kosinus alfa kosinus beta toplamada çıxma olurdu. Kos kos idi. Sinus alfa sinus beta. Burada 4 dənə hədd var. Sürətlə məxrəcdə 4 dənə hədd var. Hər bir həddi kosinus alfa vur kosinus beta'ya bölək. Məqsəd düstur ispat eləməkdir. Deməli, nə dedik? Hər bir həddi bax buna bölürük. Yəqin ki, 2 mərtəbəli kəsir alınacaq. İndi belə səbirli olun. Buradan zəhləniz getməsin. Deməli, bax bunu da bu yaşla böləcəm, bunu da böləcəm, özünü də böləcəm. Belə hər bir 4 dənə həddi böləcəyik. Deməli, sinus alfa kosinus beta. Bunu nəyə bölürəm? Kosinus alfa kosinus beta'ya bölürəm. Üstə gələk. İkinci dairəni kosinus alfa sinus beta'nı nəyə bölürəm? Yenə kosinus alfa kosinus beta'ya bölürəm. Bunun özünə bölündə 1 qalacaq da yəqin bilərsiniz. Və nəhayət bu axırıncını sinus alfa sinus beta'nı bölürəm kosinus alfa kosinus beta'ya. Şagirdlər yəqin ki, kosinus beta'ların getdiyini, kosinus alfaların getdiyini görürsünüz. Burada nə qaldı? Sinus alfa bölünsün kosinus alfa.
Yani tangens alfa üstəgələk. Burada nə qaldı? Sinüs beta bölü kosinüs beta. Yani tangens beta 1 çıxılsın. Burada sinüs alfa bölü kosinüs alfa vuraq sinüs beta bölü kosinüs beta. Yani tangens alfa vur tangens beta. Bu da düsturun ispatıdır mı? Düstur ispat olundu. Bilmirəm bu düsturlar bu formada ispat blok imtahanına birinci qrupların blokuna gələrmi bilmirəm. Mənə elə gəlir ki, bu səviyyədə çətinlik düşməz. İndi keçirik sualların həllinə. Deməli, xatırlayaq, kos olanlar kosinüsün düsturardı, sin-kos olanlar sinüsün düsturdu. Sin-kos olanlarda, yəni sinüsün düsturunda işarələr olduğu kimi qalır, kos olanlarda işarələr əksinə dəyişir. Deməli, sürətə baxsanız, kos sin-sindir. Kosinüs alfa, kosinüs beta, sinüs 53, kosinüs 53, kosinüs 22, sinüs 53, sinüs 22. Onda bu kosinüs 53 plus 22'nin açılışıdır da. Axı çıxmada toplatayası nə olurdu? Məxrəc sinüs 15 olduğu kimi qalıb. 53 ilə 22-ni cəmləyəndə elədi. Kosinüs 75, sinüs 15 90-dan çıxanda elə kosinüs 75'dir. Xatırlayırsa keçənki videoda, keçən dəfəki videoda izah eləmişdik. Birinci rübdə istənilən sinüsü kosinüsü çevirmək olar 90-dan çıxmadığını dəyişmək şərti ilə. Kosinüs 80, sinüs 10'dur. Sinüs 15, kosinüs 75'dir. Bunlar da ixtisar etdiyi bir qaldı. İkinci sualı həll edirəm. Əlbəttə bunu açmalıyam ki, həllə başlaya bilim. Sinüs alfa plus beta'nın açılışı sin-kos idi. Sinüs alfa, kosinüs beta, üstəgələk, kosinüs alfa, sinüs beta. Çıxaq, 2 kosinüs alfa, sinüs beta. 2 yazmağı unuttum. Məxrəc olduğu kimi qalıb. Sinüs alfa çıx beta. Sinüs alfa çıx beta. Diqqətlə baxsanız kos alfa sinüs beta çıx 2 kos alfa sinüs beta. Yəni sanki bir dənə şeydən 2 dənə şey çıxırsınız. Yəni x-dən 2 çıxanda mənfi x qalmazmı? Sinüs alfa kosinüs beta olduğu kimi köçürdüm. Bax bundan özünün 2 mislini çıxanda mənfisi qalar da. Təkrar deyirəm, x-dan 2 çıxanda özünün mənfisi qalar, eləmi? Onda mənfi kosinüs alfa sinüs beta olacaqmı? İstəsəniz məxrəci açıda bilərsiniz. İstəsəniz sürətə baxsanız, diqqətlə sürətə baxın. Sinüs alfa kosinüs beta, kosinüs alfa sinüs beta. Sin-kos, kosin. Bu sinüsün alfa çıx betanın açılışıdır. Sürətlə də məxrəc ixtisar edir. Cavab qalır 1. Üçüncü sualımız tangens 45 çıx alfa. Tangens alfa çıx beta'nın açılışı necə idi? Tangens alfa çıx tangens beta. Bir topla tangens alfa tangens beta. Buna alfa kimi baxacaqsınız, buna beta kimi baxacaqsınız. Tətbiq eləyək. Tangens alfa çıx tangens beta. Birinci 45 gəlir. Tangens 45 çıx tangens alfa. Bir üstəgələk tangens alfa tangens beta. Bir üstəgələk tangens 45 tangens alfa. Bərabərdir 6'ya. Tangens alfanı axtarırıq. Gəlin tangens alfaya x deyək. Harada tangens alfa qoysaq yerinə x qoyaq. Tangens 45'də cədvəldən 1'dir. 1 çıx x. 1 üstəgələk 1 vur x ilə x eləyəcək. Bərabərdir 6. 6'nın məxrəcində 1 varmı? Çarpaz vursaq 6 topla 6x. Bərabərdir 1 minus x. Mənfi x sol tərəfə keçir. Olur 7x. 1 çıx 6'da sağ tərəfə keçdi. Mənfi 5 oldu. X-də bərabərdir mənfi 5 bölünsün 7. Yəni tangens alfa mənfi 5 bölünsün 7'dir. Toplama teoreminin din test toplumunda toplama teoreminin birinci başlığındakı bu tip suallardır. Bunları həllini öyrənə bilsəniz problemi həll edəcəksiniz. Deməli, belə bir düsturumuz var. Sin-kos yoxsa içdə sin-kos, kosin, yerində işlə. Sin-kos, kosin. Sin-kos, kosin kimin düsturudur? Sinüsün düsturudur. Sinüs beta, kosinüs gamma, kosinüs beta. Yəni bu sinüs beta çıx gammanın açılışıdır. Rəhlədiyim hissə. Topla kosinüs alfa. Tamam. Bax bu bərabərlik verir bizə. Buradan beta çıx gamma
bərabərdir 270 çıx alfaya. Alfanı sağ tərəfə keçirdim. Gətirib bu beta çıx qammanın yerinə qoyum. Qoyum 270 çıx alfa. Sinus 270 çıx alfa oldu. 270 çevirmə düsturudur. Hansılar idi çevirmə düsturu? 90, 180, 270, 360. 270'də ad dəyişir, olur kosinus alfa. 3-cü rübə düşür. Sinus 3-cü rübdə mənfidir. Topla kosinus alfa, o da islah getdi, elədi 0. Bu da 4-cü sualın cavabı. 5-ci sualımız tangens alfa topla tangens beta. Deməli, tangens alfa topla tangens beta olsaydı, burada 205'ti, burada 25. Deməli, eyni deyil. Sadələşməsi lazım. 205'i çevirmə düsturuna yazmaq olar mı? 180 plus 25. 145'i yazmaq olar mı? 90. 100'dən çıx 35'ə, 100'dən çıx 35 yazaq da elə. 145 yazaq, 180 çıx 35. Tətbiq eləyək çevirmə düsturu. Deməli, tangens 35. 180 topla 25'də. 180'də ad dəyişmir. Tangens 25. 180 plus 25 3-cü rübə düşür. İşarə dəyişmir. Tangens 3-cü rübdə müsbətdir. 1. Tangens 180 çıx 35. 180'də ad dəyişmir. Tangens 35. 100'dən çıx 35 2-ci rübdə. 2-ci rübdə tangens mənfidir. Qabağı mənfi atılacaq. Vuraq. Tangens 25. İndi bu düstur oldu mu? Tangens alfa topla tangens beta. 1 çıx tangens alfa tangens beta. Bu tangens alfa plus beta'nın açılışıdır. Yəni tangens 35 plus 25'in açılışıdır. Bu da elədir tangens 60. Bu da elədir kökdə 3. Tangens alfa tangens beta verilibdir. Alfa beta iti bucaqlardır. Alfa plus beta'nın dərəcə ölçüsünü tapın. Yəni alfa plus beta neçə dərəcədir? Tangens alfa tangens beta verildiyinə görə sırf alfa plus beta'nı tapa bilmərəm. Tangens alfa plus beta'nı taparam. Tutaq ki, kökdə 3 tapsam, dərəcəm alfa plus beta 60 dərəcədir. Nə bilim, 1 tapsam, dərəcəm alfa plus beta 45 dərəcədir. Aydın oldu mu? Yəni, bunu sadələşdirib hansı qiymətə bərabər olduğunu tapmalıyıq. Tangens alfa plus beta'nı açaq. Tangens alfa topla tangens beta. 1 çıx tangens alfa tangens beta. Məntiq aydın oldu mu? Biz bunu açıb hansı ədədə bərabər olduğunu tapmalıyıq. Surətdə tangens alfa topla tangens beta'nın qiymətini yerinə qoysam 2 topla 3. 1 çıxılsın 2 vur 3. Yəni, nəticə itibarilə bərabərliyin sağ tərəfini hesablasanız, sürət 5, məxrəc mənfi 5, mənfi 1 alınır. 1 alınsaydı 45 deyirdi. Mənfi 1 alındığına görə deməli ikinci rübə düşür. Yəni 180 çıx 45'dir. 135 dərəcədir. Tangens 60 alınsa, deyirəm kökdə 3'dür. 120 alınsa, ikinci rübdə mənfidir deyə 180 çıx 60'dır. Yəni 120'dir. Bunu sinusdan başqa hamısında tətbiq eləyə bilərsiniz. Baxın şagirdlər, sinusdan başqa hamısında. Çünki hamısı ikinci rübdə mənfidir sinusdan başqa. Kosinus 2'də 1 alınsa, deyirəm 60 dərəcədir. Mənfi 2'də 1 alınsa, deyirəm ki, 180 çıx 60'dır. Tutaq ki, tangens bərabərdir. Köküsü alınsa, birbaşa deyirəm ki, alfa 60'dır. Mənfi köküsü alınsa, deyirəm 180 çıx 60'dır. Çünki mənfi qiymətini ikinci rübdə alır. Çünki mənfi qiymətini ikinci rübdə alır. Yəni, bucağı məcburam ikinci rübəyə salım. Videomuz davam edir. 7-ci sual çox maraqlı sualdır. Tangens alfa çıx tangens beta fərqini veribdir. Kotangens alfa çıx kotangens beta fərqini də veribdir. Tangens alfa çıx betanı soruşur. Tangens alfa çıx beta fərqinin içində nə var? Tangens alfa çıx tangens beta. 1 topla tangens alfa tangens beta. Tamam. Tangens alfa tangens beta hasili bizə lazımdır. O da bunun tərsinə çevirib açılacaq. Kotangens alfanın yerinə 1 böl tangens alfa qoya bilərəm. Tangensin kotangensin hasili 1'dir. Çıxaq. Kotangens betanın yerinə 1 böl tangens beta qoya bilərəm. İndi bunu ortaq məxrəcə gətirək. Ortaq məxrəcin qaydası necə idi?
Məxrəclər bir-birinə vurulub məxrəcdə yazılır. Çarpaz vurulub surətdə yazılır. Tangens beta çarpaz vuruldu. Minus tangens alfa. Bərabərində verilibdir. 4,5 verilibdir. Bunun qiymətini mənfi 18 veribsə, onda sizcə bunun qiyməti neçə olar? Deməli, o müsbət 18 olar, eləmi? Müsbət 18 bölünsün tangens alfa vur tangens beta hasili bərabərdir 4,5. Buradan tangens alfa vur tangens beta hasilini tapmaq üçün 18-i bölməliyəm 4,5-ə. Deyəsən 4 düşür. Bəli, 4 düşdü. Tangens alfa vur tangens beta hasilini tapdım. Şimdi gəldik sualımıza. Sualımızda nəyə soruşur? Onu açıq. Tangens alfa çıx betanı açıram. Tangens alfa çıx tangens beta bir üstə gələk. Tangens alfa vur tangens beta. Yəni 1 üstə gələk 4. Tangens alfa çıx tangens beta hasil fərqi hazır verilibdir mənfi 18. Yəni mənfi 18 bölünsün 5. O da mənfi 3 tam nə qədərə özünüz bölərsiniz. Deməli, 8-ci sual biraz daha çətin sualdır. Bloka düşə bilərmi? Bəli. Sinüslə kosinusun cəmini veribdir. Kosinusla sinusun fərqini veribdir. Sinüs alfa çıx betanı araşdırmalıyıq. Sinüs alfa çıx betanın açılışında nə var? Sinüs alfa kosinus beta, kosinus alfa sinüs beta. Yəni bunların hasili var. Sinüs alfa kosinus beta, kosinus alfa sinüs beta. Bunların hasili var. Düzdürmü? Bunun açılışında yuxarıdaşların hasili var. Yuxarıdaşların hasilini də əldə etmək üçün ancaq və ancaq kvarta yüksəltməliyəm ki, hasil yaransın. Birinci bərabərliyin sağ və solunu kvarta yüksəldirəm. Sonra altından yazıb ikinci bərabərliyin sağ və solunu kvarta yüksəldəcəm. Birinci bərabərliyi kvarta yüksəldək. A kvadratı topla 2AB topla B kvadratı. Yəni sinüs kvadratı topla 2 sinüs alfa kosinüs beta topla kosinüs kvadratı. Bərabərdir 9'a 1. İndi ikinci bərabərliyi kvarta yüksəldirəm. Kosinüs kvadratı çıx 2 kosinüs alfa kosinüs beta üstə gələk. Deməli sinüs kvadratı beta. Kvarta yüksəldim. O da bərabər 9'a 1. Bunları tərəf-tərəfə toplamalıyam ki, bunların kvadratları cəmi 1'ə getsin. Alt-alta toplayaq. Sinüs kvadratı alfa topla kosinüs kvadratı alfa. Üstə gələk. Bu ikisini alt-alta toplayanda olacaq 2 sinüs alfa kosinüs beta çıx 2 kosinüs alfa sinüs beta. Üstə gələk. Çox uzun olur. Olsun canı sağ olsun. Kosinüs kvadratı beta topla sinüs kvadratı beta. 9'a 1 ilə 9'a 1'in cəmi də 9'a 2. Sinüs kvadratı alfa topla kosinüs kvadratı alfa yəqin ki 1 olduğunu bilirsiniz. Kosinüs kvadratı beta topla sinüs kvadratı beta bərabər 1 olduğunu bilirsiniz. Deməli bu da 1 elədi, bu da 1 elədi. Onda elədi bunların cəmi 2. Üstə gələk. Sizcə bu ikisindən 2'ni orta vuruq çıxarda bilərikmi? Üstə gələk 2 vuraq. Ötəcidə sinüs alfa kosinüs beta çıxaq. Kosinüs alfa sinüs beta. 2'ni orta vuruq çıxartdı. Bu elə özü açılışdır. Sin kos çıx kosin. 2 üstə gələk 2 vurulsun. Özü elə sinüs alfa çıx betanın açılışıdır. Biz də elə bunu axtarırıq da. Biz elə nə axtarırıq? Sinüs alfa çıx betanı axtarırıq. Gətirək yerinə qoyaq. Buna x deyək. Onda burada x olacaq. 2 topla 2x bərabərdir 9'da 2. 2x bərabərdir 9'da 2'dən 2 çıxanda 9'da 2 çıx 18. Mənfi 16 olacaq. Buradan da x bərabərdirmi? Mənfi 9'da 8. Bəli. X'i tapdıq. Gətirib yerinə qoysaq
9 vurulsun mənfi 9'da 8. 9'lar getdi. Cavab oldu mənfi 8. Eynisi topulda var. Kvartı nə elədik? Kvartı yüksəltdik. Hər tərəfə topladıq. Çünki kvartı yüksəltməliyik ki, onların hasılı yaransın. Milyon əvvəlində izah eləmişdim. 9-cu sualımız, bəli. 9-cu sualımız deməli B-yi 2YC-dir. B-yi 2YC-dir. C-im CD-yə MD-yə bərabərdir. Tamam. B-yi 2YC-dir. Yəni bura A desək, B-yi 2 mislidir. Bura 2A'dır. Onda kvartın tərəfi oldu 3A. Onda bura 3A'dır. Bura 3A'dır. C'im MD'ye bərabərdir. Onda bura 1,5A, 1,5A'dır. Tamam. Tangens alfanı soruşur. Tangens alfada bu içeride bir yerdə və burada bir yerdədir. Tangens alfanı birbaşa tapmaq olmaz. Gəl onda bura beta deyək. Bura gamma deyək. Olar. Başqa cür beta, alfa, 90 çıx beta. Eyni məntiqə gələcək də. Deməli, biz bilirik ki, bucaq A 90 dərəcədir. Yəni, beta topla gamma topla alfa 90 dərəcədir. Düzdür. Buradan alfa bərabərdir 90 çıxılsın beta plus gamma mı? Tamam. Biz nəyə axtarırıq? Tangens alfanı. Alfanın yerinə qoya bilərəmmi? 90 çıxılsın. 90 çıxılsın. Beta plus gamma. Buna x kimi baxsanız, çevirmə düsturuna görə tangens 90 x nəyə çevrilir? 90'da ad dəyişir, olur kotangens x. Yəni kotangens beta topla gamma. Kotangensin düsturunu aça bilərsiniz. Açaq. Kotangens beta topla gammanın düsturu necədir? Kotangens beta. Tangens beta topla gammanı tabi tərsinə də çevirə bilərsiniz. Kotangens beta topla. Yox, bir də gözləyim. Məxəz belə idi. Kotangens beta topla kotangens gammanın düsturunda məxəz belə idi. Deməli, kotangens gamma topla kotangens beta. Sürət isə kotangens beta kotangens gamma çıx 1 idi. Düz demişəm görək. Çox az istifadə olunan düsturdur. Kotangens alfa plus beta. Deməli, çıx 1 bölünsün onların cəmi düzdür. İndi bizə lazımdır kotangens beta və kotangens gamma. Bu üç bucaq, düz bucaqlı üç bucaqdır. Kotangens betanı tapa bilərəm. Kotangens bitişiyin qarşıya. Bitişiyin qarşıya, yəni 3A'nın 2A'ya. Yəni 3/2. Mən kotangens gamma da lazımdır. Gamma da bu düz bucaqlı üç bucaqdadır. Kotangens gamma bərabərdir. Bitişiyin qarşıya. Yəni 3A'nın 1,5A'ya. 1,5'e bölündü. A'lar gedəcək, qalacaq 2. Bıraq yerinə qoyaq. Kotangens betanın yerinə. Bu 3/2'də 1,5'dir mi? 1,5. Kotangens betanın yerinə 1,5 vıraq. Kotangens gammanın yerinə 2 çıx 1. Kotangens gammanın yerinə 2 topla kotangens betanın yerinə 1,5. Məxrəc elədi 3,5. 1,5 2'yə vurdım. Elədi 3 çıx 1 2. 2/3,5. Nə bilim, bunun üstəti məxrəcin ona ixtisarlı, ona vursam 20/35 olar. 5'ə ixtisar getsə 7'də 4 olar. Belə bir şey. Kotangensin düsturunu yadda saxlaya bilməyənlər üçün belə bir taktika yeridim sizin üçün. Kotangens beta plus gammanı tapa bilmirsinizsə, tangens beta plus gammanı tapırsınız. Tangens beta topla tangens gamma bölünsün 1 topla tangens beta kanı çıxmaq bu formada
tutarsızlığı tapacaqsınız. 4'də 7 kotan hissəyə tərsine çevirəcəksiniz. Alınan qiyməti tərsine çevirəcəksiniz, 7 4 olacaq. Başqa yolu var mı fikirləşin? Alfa. Var, yəni o da eyni məntiqlə gedəcək. Yəni bunları, bu ikisini alfa ilə ifadə eləməkdir məntiq. Yenə də eyni yol gedəcəkdir. Yenə düstur açacağıq. Daha asan yol deyil yəni. Və sonuncu sualımızı həll edirik. AB bərabərdir BC-yə. AY bərabərdir 2BY-yə. Yəni bura A-dırsa AY 2BY-dir. Yəni bura 2A-dır. Bura 3A-dır. AB BC-yə bərabər olduğuna görə burada 3A-dır. Deməli, bu bərabər yanlı, düzbucaqlı üçbucaqdır. Deməli, bura 45 dərəcədir. Onda bu üçbucağın xarici bucağı bura olarmı? Bu üçbucağın xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni, alfa plus 45-dir bu bucaq. Tangens alfa plus 45-i açacağım ki, tangens alfanı tapın deyə. Bu düzbucaqlı üçbucaqda tangens alfa plus 45. Yəni tangens y bucağı görə bilirsinizmi orada? Tangens y bucağı nəyə bərabərdir? Qarşıdakı katetin bitişik katete nisbəti. 3a-nın a-ya nisbəti. Yəni 3. Y bucağı nədir əslində? Alfa plus 45-dir. Yəni tangens alfa plus 45 3-ə bərabərdir. Tangens alfa plus 45-i açırsan, tangens alfa topla tangens beta. 1 çıx tangens alfa, tangens beta. Yəni tangens alfa plus tangens 45 bir çıxılsın tangens alfa tangens 45. Yəni tangens alfanı axtarırıq. Tangens alfaya x desək, x topla tangens alfaya nə dediyim? X dedim. Tangens 45-in yerinə 1 qoyaq. 1 çıxılsın, 1 vur x. Bərabərdir 3-ün məxrəcində 1 var. Çarpaz vursaq 3 çıxılsın, 3x bərabərdir. X plus 1. 3x sağ tərəfə keçsə 4x olacaq. 1 sola keçsə 2 olacaq. X də bərabər olacaq. 2 bölünsün 4. 0,5. Yəni cavabımız oldu 0,5. Bəli, bunların izahı və isbatı çox vaxt aparacağına görə növbəti videoda bunun davamını çəkərik. Növbəti videoda görüşmək ümidi ilə sağ olun.